Düşünərək ki, fədakarlıq eləyirik, bəydən heç nə tələb eləmirik. Deyir ki, mən saçımı süpürgə elədim, həyat yoldaşımdan heç nə istəmədim. O da başa düşmədi və mənim üçün neynədi? Heç nə eləmədi. Gözləntilərini vermir. Amma o onu nələrsə elətdirmək istəyir. Deyir ki, nə üçün mənə yaxşı qızıl almırsan? Nə üçün mənə yaxşı maşın almırsan? Nə üçün mən 3 otaqlı evdə qalmalıyam? Və bu daha yüksək istəyir. Necə eləsin ki, elətdirsin? Yoxsa elətdirməlidir, yoxsa elətdirməməlidir ümumiyyətlə? Aydan xanım, bir insanın özünün istəyi olmasa, ona nəyisə elətdirmək hələ də biz kişilərdən danışırıqsa, mümkün deyil. Birinci deyim ki, sevən, dəyər verən, həyatda özünü tapmış, ayağı yerə basan kişi onsuz da xanımı üçün ən gözəl şəraiti yaratmaq istəyir. Biz adekvat bəylərdən danışırıq hal-hazırda. Adekvat hər bir bəy heç bir manipulyasiyasız demək olar ki, onsuz da xanımı üçün bütün gözəllikləri yaratmaq istəyəcək. Nəyə görə? Birinci ona görə ki, o xanım bizim yaşadığımız ölkənin mental dəyərlərinə görə xanım onun adıdır, xanım onun namusudur. Bəli, onun belə deyək də bir anlamda vizit kartıdır. Birdən belə bir sual yaranır. Adekvat bəy necə anlasın ki, bax bu odur ki, o düzgün qərar versin. Xanım necə anlasın ki, bu adekvat bəydir. Ancaq belə, bəy birinci özünə hörmət eləyir. Bəyin özünə ayırdığı zaman var. Bəli, istər fiziki görünüş baxımından, istər iş baxımından bəy həyatda bir yerlərə gəlib çıxıb. Yəni özünü tapıb. Özünü tapan insan, ayağı yerə möhkəm basan insan. Bunu həm mənəvi, həm maddi anlamda deyirəm. Yəni xarakterli insan, şəxsiyyət olan insan. Şəxsiyyət kimdir? Şəxsiyyət odur ki, öz arzularını reallığa çevirə bilib. Böyük bir faizlə ən azından. Bəli, şəxsiyyət halına gəlib çatmış bir bəy, əlbəttə ki, xanıma da şəxsiyyət kimi davranacaq. Biz söhbətimizin əvvəlində qeyd elədiyimiz kimi, biz özümüz necə isə, qarşımızdakına da elə davranırıq. Hər şey özümüzdən başlayır. Xanımın o tələblərinə gələndə isə siz gözəl orada qeydlər elədiniz. Bəli, bu tendensiya çox yayılıb. Burada mənim razı olmadığım məqamlar da var. Belə onları sizə qeyd edeyim ki, biz birinci unutmamalıyıq ki, bəylər də insandır. Onlar da bir ananın övladıdır. Necə ki xanımlar, elə də bəylər. Yenə də rollardan söhbət, paylaşımlardan söhbət gedir. Yenə də xanım əgər yüklənirsə ki, mən saçımı süpürgə eləmişəm və yaxud nə. Burada xanıma mən olsaydım, bir sualı verərdim xanıma ki, saçımı süpürgə etdim deyəndə siz nəyi nəzərdə tutursunuz? Bəli, biz bəzən necə ki bəylərə yüklənirik də, deyirik ki, belə qazanmalıdır, eləməlidir, al, belə otaq, maşın və s. Mənim üçün biznes elə belə. Tamam, bu bəy insandır da, bu bəyin də belə deyir, super gücləri yoxdur ki, o da müəyyən xanım da ailə quranda bilir ki, kimlə ailə qurur. Yəni burada biraz insafla yanaşmaq lazımdır qarşı tərəfə. Əgər mən belə yanaşardım ki, əgər biz görürük ki, qarşımızdakı insan əlində olan imkanlarını böyük bir faizlə onsuz da xanımı üçün, ailəsi üçün sərf edirsə, onun üçün müvafiq şəraiti yaradırsa, imkanları daxilində, əlindən gələn ən yaxşısını eləyirsə, bundan artıq sırf bəydir deyə yükləndim ki, yox, sənin borcunu da eləməlisən. Bu artıq bilirsiniz, hara gətirib çıxarır? Sevginin ölməsinə, hörmətin ölməsinə, o pərdə deyirlər bizdə. O hörmət pərdəsinin son belə deyim də sizə səhifələrinin də aradan qalxmasına gətirib çıxarır. Çünki bəy də bir yerdən sonra o da insanda tükənə bilir. Və düşünür ki, mən bu qədər elədim, onsuz da mənə sağ ol deyən olmadı. Çünki bu həmişə mənə nəyi necə demək, bir şeyi tələb edərkən üslub çox önəmlidir. Bəli, biz bir cümləni hansı tonla, hansı sözləri seçərək ifadə ediriksə, inanın ki, o qarşı tərəfdə onun yaratdığı effekt, təsir sırf üslubdan və tonlamamızdan asılıdır, deyərdim mən. Necə desinlər? Necə desinlər? Burada sir verək xanımlara ki. Əlbəttə, sevə-sevə. Əgər bəyinizdən bir ricanız var, işiniz düşüb bəyinizə, demək istəyirsiniz ki, falan bir şeyə ehtiyacım var. Adətən bəylər sevmirlər, onlar işdən gələn kimi problemi ona bildirəsən. Bu bir çox bəylərdə belədir. Və yaxud işdə hər hansı bilirsiniz də gündəlik rutinin yorğun gəlib, ona xoş gəlmir ki, xanım gələn kimi başlasın deyinməyə, danışsın, problemləri desin. Yəni bu, yenə deyirəm, yaradılış olaraq belədir. Biz bunu dəyişə bilmərik. Ona görə daha səbirlə, daha həlim və zamanını gözləyərək, doğru zamanlama və doğru üslub bəylərlə ünsiyyətdə, bəydən istədiyimizi, belə deyim də, görməkdə, almaqda çox önəmli məqamlardır.
Burada neynəsin? Bax Nərmin xanım getsin, səs tonunu dəyişsin, bir gözünə sürmə çəksin. Bax siz nə sirr verərdiniz ki, bax bu sirri eləyin, bu texnika işləyir. Burada tək bir texnikadan danışsaq, bilirsiniz, ümumiləşdirmə olacaq. Bəli, düz gəlməyəcək. Çünki kiməsə uyğun olacaq, kiməsə yox. Doğru. Bəli, ona görə də yenə də mən ancaq onu deyə bilərəm ki, öz bəyinin dilini tapmalıdır. Elə bir bəy var ki, misal üçün, o xoşdur ki, xanımı naz eləsin. Ünsiyyəti azalan kimi bilirəm, bu manipulyasiyadır. Ünsiyyət azalan kimi bəyin diqqəti artır. Niyə? İtirmək istəmir. Bir anlıq ona siqnal çatır ki, aha, nəsə diqqət göstərmədim, nəyisə unutmuşam. Özü həmən başlayır o boşluğu doldurmağa. İnsan da var ki, nə qədər sus, yenə də anlamayacaq. O elə başa düşəcək ki, sənin ürəyin danışmaq istəmir. Ona görə də xanım bəyini yaxşı tanımalıdır. Artıq o xanımın üzərinə düşən məsələlərdir ki, xanım da bəyini yaxşı tanımalıdır. Müşayiət etməlidir. Onda yaxşı Bəli, müşayiətçi olsun. yaxşı müşayiətçi olmalıdır. Onun dilini tapmalıdır və heç zaman unutmamalıdır ki, bəy də bir insandır. Bir də nə edə bilər? Mən indi belə ağlıma gəldi. Bax, soruşum sizdən, siz deyirsinizsə belə eləyir. Bundan öncə necə istəyib, hansı formada istəyib və ona istədiyini alıb. O metodu təkrarlaya bilər də yəqin ki. Əlbəttə ki, əlbəttə ki. Qışqıraraq yox, məsəl üçün daha mülayim